Bugün mən şəhidsever Fuad qardaşımla Məşədi Fuad da xatırladım ki, qəhrəman igid şəhid Polad Əliyevin qardaşıdır. Bugün Ağsu şəhidlərin ziyarət etməyi özünə borc bildi. Fuad qardaşım mənim qonağım idi. O, mənim evimdə sərin bir otaqda rahat ola bilmədi. Dedi ki, mən gərək Ağsuda qəhrəman qardaşlarımı ziyarət edim. Mən də kömək elədim. Qəhrəman qardaşlarımızı, hazırda da ki, Yalçın qardaşımızı ziyarət edirik. Allah məkanı cənnətləsin. Yalçınımızın atası Hacı Elçin Ataya, anası Hacı xanım Dilarə xanıma buradan səbir dözüm diləyirəm. Allah cəm şəhidlərimizin məkanı cənnətləsin. Buyur qardaşım. Bugün Ağsu rayonunda güzel kardeşimizle geldik. Mezar ziyaretleri şehit Yalçınoğlu'nun mezar ziyaretleri savun çünkü efendim. Sana minnettarım ki senin büyük təəssübünlə, büyük əziyyətinlə bu günümüzdə sizdən səninlə birlikdə bu şəhidliklərincə məzara ziyaret edirik. Borcunuzdur qardaşım. Bugün fəxr edirəm ki, gözəl qardaşlarımızın, gözəl bir onların övladın ziyaret etdik. Bu şəhidimizin huzurunda Allah nəzib edir. Ataya da onlara başsağlığı verirəm. Allah onlara dəyməsin. Allah onların duası rəhmət etsin. Amin.